Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov bildirib ki, Rusiya yaxın illərdə yeni səfərbərlik elan edə və eyni zamanda misilsiz silahlanma proqramını reallaşdıra bilər. Budanovun sözlərinə görə, söhbət 2037-ci ilə qədər nəzərdə tutulan genişmiqyaslı yenidən silahlanmadan gedir. Əsas zərbə tempi 2030-cu ilə qədər olacaq. Bu, 1980-ci illərdən bəri ən böyük proqramdır. Hətta Sovet İttifaqının son illərində belə planı olmayıb. Hazırda bu proqram yalnız modernləşdirmə və yenidən silahlanmaya yönəldilmiş 1,2 trilyon dollarlıq vəsaitlə hesablanıb. Bu, Müdafiə Nazirliyinin büdcəsi deyil, sırf modernləşmə proqramları üçün nəzərdə tutulmuş vəsaitdir. O, həmçinin qeyd edib ki, bu proqramın icrasına hətta Rusiya prezidenti Vladimir Putinin ölümü belə ciddi təsir göstərməyəcək.